Xocalı rayonunun Xanyurdu kəndi uzun illər həsrətin, nisgilin ünvanı olub. Bu torpaq bugün yenidən həyatla nəfəs alır. İşğaldan azad edildikdən sonra kənddə geniş miqyaslı təmir bərpa işləri aparılıb. Evlər bərpa olunub, yollar çəkilib, elektrik, qaz və su xətləri yenidən qurulub. Kəndə qayıdan insanlar doğma ocaqlarında yeni xoşbəxt həyat qururlar. Xanyurdu kəndində məskunlaşan Mehdiyevlər ailəsinin qonağı olduq. Onların doğma yurda qayıdış sevinci, buradakı həyatları ilə bağlı təəssüratlarını öyrəndik. 34 il bu torpağın həsrətini çəkmişəm mən. Yəni mənim həyatımda ən xoş günüm bura gəldiyim gündür. İyul ayının 8-də burada yaralanmışam, iyul ayının 8-də də gəlmişəm bura. Yəni bu kənddə olmuşam, evimiz verilmişdi, gəlib evimizə baxıb eləyirdik, amma hələ köçməmişdik. 14-də də köçdük, 18-də də Ali Baş Komandanımız gəldi, bizi təbrik elədik. 34 il həsrətini çəkdiyimiz Qarabağ torpağına gəlmişik, öz vətənimizə, öz evimizə, öz yurdumuza gəlmişik. Bunun üçün bütün şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzu edirəm, onların ailələrinə səbr diləyirəm. Hörmətli prezidentimizə can sağlığı arzu edirəm, ailəsilə bir yerdə. Çox gözəl, şəraitimiz çox gözəldir, əladır. Cənab prezidentimizə diqqət və qayğısına görə təşəkkür edirəm. Qarabağın azadlığı uğrunda canından, qanından keçən bütün şəhidlərimizin ruhları qarşısında baş əyir, ailələrinə səbr diləyirəm. Qazilərimizə isə Allahdan can sağlığı arzu edirəm. Biz bugün onların sayəsində bu torpaqlarda, Azad Qarabağda, azad şəkildə yaşayırıq. Bəli, Xanyurdu kəndində həyat yenidən canlanıb. Artıq buralarda müharibənin izləri deyil, quruculuğun, zəhmətin və xoşbəxtliyin ətri duyulur. Burada hər evdə, hər ailədə eyni his var. İllərlə çəkilən həsrətin sona çatması və doğma yurda qovuşmağın sevinci.